Cənab Sədr, təşəkkür edirəm. Əziz dostlar, mən Böyük İdeallar Araşdırma Mərkəzini təbrik eləmək istəyirəm. Həm işə başlaması münasibətinə, həm də çox gözəl mövzuların müzakirəsini planlaşdırıb, həqiqətən belə süst bir ideoloji durumda, yəni kasabdır, yoxdur, ideologiya yoxdur. Bu məmləkət elə bil ki, qurudu. 90'lardan birisi vardı, deyirdilər, dilə gətirdilər, indi o da deməli, o cazibəsini itirib, qalıb bir boşluq və bu boşluqda belə bir milli mövzuların gündəmə gətirilməsi çox gözəldir və bu münasibətlə həm təbrik, həm də təşəkkür etmək istəyirəm. Mənim mənə təklif olunan mövzu son 30 ildə yazdığım və çox da onun təbliğinə əmək sərf elədiyim bir mövzudur. Məqalələr filanlar deyim, hətta kitab da yazdım. Hamı hə deyir, amma xüsusən də bu siyasilər göz ardı edirlər. Ümumiyyətlə göz ardı edilən, ignor deyirlər, onun bir Türkçəsini deyək. Və ignor olunan, ya da göz ardı edilən mövzulardan birisidir. Amma həyati bir məsələ, böyük bir məsələ. Çünki niyə bu gündəyik, yəni çox problemlərimiz var. Mən bugünkü Azərbaycan haqqında deyirəm ki, bir mövzuda, yəni Qarabağ problemi, mənim üçün bir mövzu idi. Yaxşı məlumat bir mövzu idi, həll olundu, bir başımızı dik tutmağa indi imkan yoxdur. Amma minlərlə müammalar olan, həll olunmuş problemlər olan bir ölkəyik. Və niyə bu gündəyik sualının müxtəlif cavabları ola bilər. Onlarla, minlərlə cavab ola bilər hətta. Hələ özünün görüşünə görə ona cavab verir. Mən də bir türkçü olaraq, bir milli o ideologiyanın nümayəndəsi olaraq buna öz münasibətimi bildirməyə çalışacağım. Niyə mən dedim ki, bu gündəyik sualı mənfi çağrılı bir sual? Azərbaycan demokratikləşmə istiqamətində çox geridə qalmış ölkələrdən biridir. Şərqi Avropanın 28 ölkəsi arasında axırdan ikinci yerdədir. Freedom House-un biz özdə o təzə yaranan təşkilat deyil, neçə illərdə araşdırmalar aparır və hesab edirəm ki, mən 14 il bu Qafqazlar üzrə nümayəndəsi olmuşam, çox obyektiv araşdırmalar aparır. Axırdan ikinci yerdik. Yəni bizdən irəlidə, mənada Türkmənistan. Ya deyək ki, bizim adam başına düşən gəlirə görə son zamanlar çox deyilir və doğru deyilir, bilməliyik bunu. Bu da düşündürücü bir haldır. Ermənistandan, xüsusən də Gürcüstandan adam başına düşən milli gəlirə görə çox gerilik. Demirəm mən Avropa. Bir vaxt bir məqaləmdə mən yazmışdım ki, təxminən İsveçlə əhalinin sayına görə bərabərik. İsveçlə müqayisə eləyəndə dəhşətli bir mənzərənin şahidi olur. Niyə? Və niyəsi bir yana qalsın, nətər buradan çıxmaq olar? Xüsusən də, bax, bu ölkədə insana layiq, bu millətə layiq bir idarəçilik rejiminin olması üçün nə gərəkdir? Mənim məruzəmin ana fikri də məhz budur. Dövlət institutunu dəngələyən, yəni balans yaradan, millət institutu çox zəifdir. Bu, əlbəttə mübahisə də ola bilər. Bizim millətə nə olub ki, deyə bilərlər. Bizim millət kimdən əskikdir, deyə bilərlər. Amma obyektiv analizlər bu nəticəyə gəlməyə mane olur. Millət-dövlət nəzəriyyəsinin, Avropa pratikasının imperativləri var. Millət bazisdir, dövləti quran gücdür. Yəni, millət-dövlət nəzəriyyəsinə görə bazis, bu keçmiş komünist bu bölgüsünə görə deyiliydi, bazisi üst qurum filan deyirlər. Qurucu ünsür millətdir. Milletin nə problemi varsa, onun bu siyasi həyata yansıması da doğrudur, olur. Bakın bu arada Karl Deutsch deyilən birisi var.
20-ci əsrin birinci yarısında çox kitablar yazıb və millət nəzəriyyəsindən bağlı çox əsərləri var. O deyir ki, İngilis və Fransız millətlərinin bugünkü günə gəlməsi üçün bir neçə əsr vaxt lazım oldu. Yəni, 3-4 əsr bu prosesi keçdilər. Bir misal deyim. 730-cu ildə B-də yazılır İngilizcə, bid görünür tələffüz olmalıdır. Bir İngiliz keşişçi bir kitap yazır. Ecclesiastical History of the English People. İngiliz millətinin mənəvi tarixi. Əsərin yazılma tarixi çox diqqət çəkən bilməsi. 730-cu ildə. Gələk bizim milli tariximizə, 730-larda bizdə nə idi? Və Angle dediyimiz, İngiltərə sözü də buradandır. Britaniya adalarına yerləşməsinə təxminən 300 il sonra, 430-larda filanlarda getdilər, kontinental Avropadan yerləşdilər, deməli, indiki Britaniya adalarına. Xristiyanlığı qəbul etmələrində təxminən 100 il sonra. Və artıq milli bir kökə xitab eləyən bir kitab yazır, buyruq. Bəs bizdə? Bizdə 19-cu əsrdə ümmətçilikdən qopmağa başladı. Məlum məsələdir, detallarla getməyib. 1915-ci ildə açıq sözlə deməli, dedilər ki, ilk dəfə olaraq, hətta Həyat qəzeti belə özünə Türk qəzeti demir. Bu açıq söz dedi ki, bir Türk qəzetəsidir. Türkçe yazan deyil. Həyat yazırdı ki, 1905. Həyat yazırdı ki, Türkçe bir İslami qəzetədir. Amma başlıqda Türk qəzetəsidir və ümmətçilikdən bizi milliyyətçiliyə keçməyimizi təsbit edən bir məqalədə bilinən məsələdir. Güneydə daha gec oldu. 1940-lardan başlayaraq İran tamından qopmaq məsələsi ortada. Hətta bizim o çox sevdiyimiz, dəyərləndirdiyimiz, qiymətləndirdiyimiz möcüz var. Onu Cənubun Sabiri deyirlər. Bence biraz abartmadı, biraz da təhrifdir. Sabir milli baxımdan çox yüksəkdir. Bu adam ilk əvvəllər İstanbuldan gələndən sonra milli fikri simbolizə edən adamlardan biri olduğu üçün deyirəm. Rıza Şahı başladı tərifləməyə. Ondan sonra milli mövqeyə keçdi. Ondan sonra dedi. Niye onu deyirdi? Çünki Farsçası da çox zəif idi. Bu İstanbulda bölmüşdü. Möcüzə deyil. Və 40-cı illərin əvvəllərindən artıq türklük İran tamından olur. Bundan əvvəl İran mənim bildidə var. O cəmiyyətdə oruq var. İran mənim ölkəm. Mən qurmuşam, niyə onu Farsa verək deyənlər də var. Və mən onu niyə deyirəm? Bunu göstərmək üçün. Nə qədər genç başdır. Nə qədər millətçilikdən biz genç millətçiliyə gəldik. Bugün belə həmin problem var. Onu da deyim. Zaten o sözdən heç hoşum gəlmir. Və əslində İranın varlığını göstərən bir belə deyək, bir anlayışdır. Şiət anlayışı. Ölkə əməlisinin %80'i Farslarla Şiət, qalan 20% Sünnüdür və İranın ayaqda durmasını sağlayan, onu deməli, ayaqda durmasına imkan verən məhsuldur. Bu zəifliyin kimi İran düşməyə mümkündür. Bizdə nə vaxt başladı? Çox tez istənilən, qısa şəkildə demək istəyirəm. Əli bəy Hüseynzadənin ilk millət doktrini. Yəni, necə olmalıyıq? 1905, üstündən 120 il keçib. Türk qanlı, İslam imanlı, firəng, düşüncəli və qiyafəli. İlk variantda qiyafəli idi. Sonra dəyişdi, onu düşüncəni də əlavə elədi və çox doğru elədi. Əhməd bəy Ağaoğlu deyir ki, bizim o diskussiyalarımız nəticəsində buna gəldik. Və burada birinci nədir? 1905, Türk qanunu.
yani kanımızı değiştirəsi deyil ki, Türk şuurlu, düşünceli olmalı deyil. Yəni, millətləşmənin tələb elədiyi haldır. Bu, dedim ki, bu mövzuda çox məqalə falan yazdım. Nədən millət dövlət treyinə yazılır? Başlıqlı məqalədə 2021 idi məncə. Belə bir şey yazmışdım. İndiki kosmopolit iqtidar və liberal müxalifət, millət və millətçilikdən uzaq duraraq, millətləşmə sürecində birbaşa iştirakdan çəkindi. Sonuç olaraq dövlət meydanda tək qaldı. Dövlət institutu, yəni hamısı bir yerdə. Onun gücünü dəngeləyəcək amil, millət gərəkən enerjini ala bilmədi. Millətləşmə süreci daha çox dövlət baskısını üstündən ataraq ağır irəliləmək məcburiyyətində qaldı. Əlbəttə ki, biz 1991-ci il səviyyəsindəyik. 1905-ci il, yəni bu düsturun, üçlü düsturun verildiyi səviyyədə deyilik, çox irəli getdik. Amma bir məsələni demək məcburiyyətindəyik, müstəqillik dönəminin imkanlarından məncə bu mənada yaxşı faydalana bilmədik. İndi milli şuur deyirik. Ya da son zamanlar meydana çıxan milli kimlik var. Milli kimlik daha geniş bir anlayışda nədir? Və nəyə lazımdır? Ən önəmli məsələlərdən birisi. Viktor Kozlov deyilən bir etnolog var idi. Ben aspirant olanda onun yanına da gitmiştim. Biraz daha ağır eşidirdi. Şovinist deyilmişdi. Ama çok yaxşı etnologdu. Onun kitapları məşhurdur. Görün nə deyir? Deyir ki, milli şuur müəyyən inkişaf səviyyəsinə çatdıqda onu törədən amillərə təsir edir. Yəni, inkişafın amillərindən birinə çevirir. Xüsusi birlik forması olan xalq, üzvlərinin etnik şuurunun inkişaf etdiyi şərtlərdə özünü gerçəkdən yaxşı ifadə edə bilir. Etnik, milli şuurun zəif olduğu halda formalaşan milli ziyalılar ya da dövlət adamlarının bu şuuru oyatmaq istədikləri təqdirdə, çox önəmli bir cümlədir məncə, milli şuurun zəif olduğu bir dönəmdə deməli, bu şuuru oyatmaq istədikləri təqdirdə bu birlik şəklinin mövcud olması belə sual altına düşmüş olur. Yəni, millətin özünün varlığı belə sual altına düşmüş olur. Ben burada çox adamdan sitat gətirmişəm. Peter Walter adətən Azərbaycanda deyirlər ki, bəs Avropalı o nəzəriyyəçilərin fikri niyə yoxdur? Ya Anthony Smith, bu Milli Kimlik adlı çok güzel kitap var. Bu arada ama Ziya Gökalp'tan yani Türkçülüğün esasları o klasik eserinden bir yer verir. Milli vicdanı kuvvetlendirmek diye. Milli şuur o zaman. Milli vicdan değiller. Milli vicdan nerede teşekkül etmişse artık orası müstemleke olmak tehlikesinden ebediyen kurtulmuştur. Ne güzel sözdür. Milli vicdanı oyanmış bir ülkeye kocaman ordular gönderilse bile orada en kiçik bir nüfuz kazanmak mümkün değildir. Her şeyden evvel gerek memleketimizde, gerek sair İslam ülkelerinde daima milli vicdanı oyandırmaya ve kuvvetlendirmeye çalışmalı. Çünkü bütün terakkilerin mənbəyi milli vicdan olduğu kimi milli istiqlalın məsdəri və istinadgahı da yalnız olur. Bu Ziya Gökalp'dan onun klasik Türkçülüğün əsasları əsərindən verilen fikir. Əhməd Ağaoğlu deyir ki, bugünkü Fransanı, İngiltere'nin, Almanya'nın, İtalya'nın bu əzəmətə və bu həşəmətə çıxaran həman millətçilik, həman milli şuurdur. Bu da 1909'da. Və son olaraq, məncə bu yetərlidir. Qazi Mustafa Kemal Paşa'nın məsələ ilə ilgili bir fikri məşhurda, əzbəri doğrusu bilmirəm. Tez-tezdə deyilik.
milli bilince sahip olmayan xalqlar başqalarının yemi olurlar. Məncə çox dərin bir fikir. Milli şuurun yoxdursa, sənin qafanı dəyişdirirlər və başqalarına yem olurlar. Demək ki, gələk bir məsələ. Millət, milli kimlik nədir? Əvvələn onu deyim ki, nə qədər millət varsa, o qədər də tərif var. Bizim üçün, Sovet adamları üçün çox tanış olan bir tərif var, bu da Stalin tərifi idi. Stalinə də bu bilinən bir məsələdir. Lenin bir təlimat verir, deyir ki, bu Yahudilər özlərinə aid, özlərinə məxsus Yahudi partiyası qurmaq istəyirlər. Onların millət olmadığını sübut edən bir yazı yazır. Bu da bildiyimiz o yazını yazır və orada Yahudilərin, Rusiyadakı Yahudilərin millət olmadığını deyir. Ortaq dil məsələsi, sonra tarix məsələsi və s. və ilə axırı. İndi gələk, çağdaş bu tərif tanımlama deyirlər də çox gözəl bir tərif. Keçmişi haqqında paylaşılan, yəni üzvlərlə paylaşılan ortaq təsəvvürlər və gələcək haqqında paylaşılan ortaq fikirlər. Yəni, ortaqlıq olmalıdır ki, bir millət olsun, deyilmi? Və milli kimlik nədir sualına gəlirəm artıq onun o komponentlərinə. Bir, paylaşılan dedik, ortaq ad. Bir millətin 5 dənə adı olmaz. Bu gün 3 nəfər Azərbaycan vətəndaşını topla bir yeri 4 dənə termin çıxacaq. Biz kimik? Azərbaycanlıyıq, Azəri, Azəri-Türkü, Türkü, Azərbaycan-Türkü və s. Güneydə də bu cürdə, amma bizimki qədər deyil. Buradakı bizim o kimlik məsələsindəki böhran 1936-dan bu yana həll olunmuyub və bilinən bir hadisə 95-də yenidən bu böhran gəldi. Baxın, mən burada bir ağır bir cümlə yazmışam, amma deyil. Əslin, nəslini danan adama nə deyir? Haramzadədir. Kökünü, əslini, nəslini rədd edən xalq da eyni vəsfə sahibdir. Yəni, əgər əslin, nəslini danacaqsansa, elə bu cür adlandıracaqsan. Baxın, indi Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucu üzvüdür. Çox aktivdir. Çox gözəl bu barədə, bu istiqamətdə fəaliyyətləri var və bildiyimiz hadisə də Azərbaycanda oldu. 21-ci ildə Türk Dövlətləri Təşkilatı Azərbaycanda adını dəyişdi. Yəni, Türk Dilli Ölkələr Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatı. Demək ki, Azərbaycan Respublikası Türk dövlətidir. Amma Azərbaycan Respublikasında Türk adına tabu yenə də qalır 1936-dan beri. Və burada çox böyük bir ziddiyyət var. Ortaq tarix bilgisi. Biz keçər il. Yox, bu il. Bu il 4-cü türkçülük çalışmalarını bu tarix məsələlərinə həsr elədik və bu sahədə də çox böyük problemlərin olduğunu bilirik. Yəni, bu salonda oturanlar da bilirlər. Biz əgər deyək ki, keçmiş tariximiz haqqında söhbətə başlasaq, heç akademik şəraitdə deyil, ortamda deyil. Evdə, eşikdə də bu məsələni müzakirə edirik. Bizim böyüklərimiz kimdir? Bu yaxınlarda bir hadisə oldu, bircə dəqiqə ona. Deməli, Güneylilər əsas etibarilə Güneylərdən ibarət olan bir məşvərət qrupu adlı bir qrupda Urmu gölünün quruması haqqında bir video düzəltdilər və orada kimlə başlayır? Babəklə. Kimlə davam edir? Xiyabani, Səttarxan, Şəriət Mədarı və s. və ilə. Baxırsan, deyirsən ki, normaldır da. Amma anormal bir şey. Biz tariximizi ya da böyüklərimizi bizə nümunə eləyəndə niyə, Allah çox bağışlayayım, müzakirəli, mübahisəli bir məsələdir, bir Fars qədəsinin bağışlayın, onunla başlamaq. Və əxlaqı da, sonra bütün o İran dəyərlərinə bağlılığı filan da hamısının məlum olan bir şeylə. Çünki bizə sırayıblar.
Və mən təklif elədim ki, gəlin bunu Tobrisanla ilə başlayaq. Gəlin bunu Atilla ilə başlayaq. Üzr istəyirəm, Mete ilə başlayaq, Atilla ilə davam eləyək və bir 10 nəfərin adını yönər. Və valla çox xoşuma gəldi, qəbul elədilər. Demək ki, bu sahədə bizim ehtiyacımız var. Bu sahə özü də çox həssas bir sahə. O adam ki, dəfələrlə mən bunu demişim, o adam ki, güneylərdən məsələn, Kuruşu özünün böyük kir dediklərində, o böyüklüyü sayır, ondan milli hərəkətə heç bir şey olmaz. Xeyr olmaz. Ortaq tarix bilgisi dedik yoxdur. Ortaq qəhrəmanlar, fikir adamlar, görkəmli şəxsiyyətlər, iftixarlar haqqında müzakirəli, mübahisəli məsələlərdir. Ortaq ədəbi dil və yazı qaydalar. Biz yaxşı ki, bu Kiril əsarətindən qurtardıq. Amma Sovet dövründə qəbul olunan yazı qaydalarından 250 yapışmış. Hər şey Rus dilinin o xüsusiyyətlərinə uyğun olaraq davam edir. Dirəndə deyirlər ki, bu Nazirlər Kabinetinin qəbul elədiyi bir məsələ də gərək onlar qəbul edir. Nazirlər Kabineti bu işin özəlliyini hardan bilsin? Bunun, yəni bu özü belə bir məsələdir. Başqa, ortaq simvollar, bayramlar, günlər. Mən həmişə demişim, çıxın və Əhmədliyə, Hacıbalı idi. Hacıbalanın qoyduğu şirlərə baxın, aslan. Amma bir dənə qurt qoysanız, deyəcəklər, bunlar faşistlər, gəldilər, hə. Bu da simvoldur. Milli bayramlar ya da milli günlər deyirlər, National Days deyilən bir şey var. Və bunlar da fərq. Və ortaq milli ideallar. Bu, tam da gəldim sizin bu məsələniz. Əgər ortaq paylaşılan milli ideal yoxdursa, demək biz hələ millətləşmə sürəcində xeyli yol getməliyik. Adam çıxır, özdə milli sayılır, millətçi sayılır. Milli Məclisin üzvü deyir ki, bütöv Azərbaycan bir xülyadır, onu unudun. Ya deyək ki, özünün də daim dilə gətirdiyi Azərbaycan Respublikasının prezidenti Duruş Səmərqənddə yadınıza gəlir də. Dedi ki, bizim oradakı soydaşlarımızın sayı bu qədərdir və onların təhsil problemi var. Eləmi? Bu elə bütöv Azərbaycan məsələsi deyil. Amma milli dediyimiz bu dırnaq arası millət vəkili deyir ki, bütöv Azərbaycan bəs xülyadır. Unudun bunu. Və gəlirik millət-dövlət münasibəti, Tireylə yazılan bir məsələ. Dövlətin gücü millətin sağlamlığıdır. Bu, nəzəri əsərlərdə çox yazılan bir məsələ. Sağlamlıq özdə tibbi mənada yoxdur. Yəni, o millətləşmə sürəcini tamamlamış millətlərdən söhbət gedir. Avropadan söhbət gedir. Və bunu qoşa qanada bənzəyirlər. Bir tərəfdə millət olur, bir tərəfdə dövlət. Seyfəddin Hoca, onu deyim, çox xoş gəlmişsiniz, çox xoş gördük sizi. Məncə Türkiyədə də, Türkiyənin problemlərini, bax bugün arkasında duran oldu ki, millətləşmə sürəci tamamlanmadı Türkiyədə. Böyük Atatürk'ün dönəmində başladı, 40'lardan sonra başqa bir yollara getdi, bu da o NATO'ya üzv olandan sonra oldu və bugün Türkiyə o problemləri yaşayır. Bunlar Atatürk'ten bir stat yazmışım. Ben her şeyden önce bir Türk milliyetçisiyim. Bizim hansı siyasetçi bunu deyir? Böyle doğdum, böyle öleceğim. Türk birliğinin bir gün həqiqət olacağına inancım vardır. Ben görmesem bile gözlerim dünyaya onun rüyaları içinde, gözlerimi onun rüyaları içinde kapayacağım. Demek dövlət bu millətləşməni himayəsinə almalıdır, birləşməlidir və bu nation building deyilən, özü Tireylə yazılır, nation building
proses deyirlər. Nation state bilir, çox başlayır. Millət, dövlət quruculuğu, birləşmə. İndi gəlir son məsələ. Çağdaş çağrışlar. Bu başlıqda qoymuşdur bu məsələni. Dünya daim rəqabət içindir. Mənim çox əvvəllər inanç gətirdiyim daha doğrusu rast gəldiyim bir fikir var. Otto Bauer'in, yəni Avropa sosialistlərindən məşhur idi o vaxt, birinin bir fikri var. Deyir ki, biz sosialistlər dünya tarixini siniflər mübarizəsi tarixi bilirik. Bu, Birinci Dünya Müharibəsi ərəfəsində olan bir fikirdir. Amma dünya tarixi, siniflər mübarizəsi tarixindən əlavə, həm də xalqlar mübarizəsi tarixi daim rəqabətdə olur. Bunu da biz həm qonşularla münasibətdə, həm də böyük güclərə münasibətdə bizim o dramatik tariximiz göstərir. Daim rəqabətdəyik və bugün belə Qarabağ məsələsini həll etməyimizə baxmayaraq, dediyim o adam başına düşən gəlirdi, o demokratikləşmədir və digər məsələlərdə biz onlara çatmaq üçün Avropa bir yana qalsın. Hətta, baxın, vaxt var eləmək, 2-3 dəqiqəyə bitirirəm. Hörmətli sədr. Baxın, bu əski, keçmiş Sovet məkanında olan o milli cumhuriyyətlər var idi. Baltik ölkələrini çıxdıq. Çünki Baltik ölkələri elə əvvəldən də bizdən çox üstünlüklər. Milli şuur baxımından çox üstünlüklər. İlk dəfə mən oraya gedəndə Tallinndəki o içəri şəhəri gördüm və valih oldum, indi də yadımdan çıxmır. Eləmi? Və Baltik ölkələrini çıxardım. Ukrayna belə Rusiyadan qopub. Yəni, bu qohum xalqlardır. Belarus belə 2000-ci il idi, yoxsa 2021 idi. Lukashenkon'u rədd elədi, amma o yenə özünü sırıdı Putinin köməkliyi ilə bu hakimiyyətə, Belarusa. Ermənistan, Gürcüstan, Moldova, yəni xristiyan ölkələri milli kimlik məsələlərində bizdən çox-çox üstün. Bu çox iddialı bir fikirdir. Amma ən azından, vallahi bağışlayın, bizim liderlərinin soy isminə baxın, Oviyevlə qutarır. Amma onların birisini baxın, hansının soy ismi Rus o sonluğundan. Bu əlbəttə üzdə görünən bir məsələ. Dedik ki, Türk Dövlətləri Təşkilatının qurucu üzvü olmaq və fəaliyyətində iştirak etmək xalis turançılıqdır. Bir zamanlar Sovet dövründə xüsusən də pantürkist deyib, turançı deyib, o bizi belə deyək, utandırmağa çalışan, siz yox bir mürtəcə bir cərəyandır filan da deyirlər. Amma dediyim bir fikri yenə də bir başqa şəkildə təkrar edir. Amma daxildə türkçülüyə tabu qoyulur. Ciddi təzaddır. Və məncə həll olunmalıdır. Dövlət institutu bilərəkdən ya bilmədən millətləşməyə təkan vermir, bir sıra hallarda onun qarşısında durur. Prezident Pezeşkiyan danışır, mikrofonda görürük də bu videoda da olursa. Ben Türk dilimi filan sevirəm, qürur duyuram və s. söz gəlişi deyir. Altında yazırlar. Prezident Pezeşkiyan Azərbaycanca ya da Azərbaycan dilindən fəxr etdiyini bilir. Allah, niyə, nə oldu? Yəni, bugün həqiqətən Stalinlə heykəl qoyulası bir durumdayıq. Stalin bizə anlattı ki, siz Türk deyirsiniz, siz Azərbaycan deyirsiniz. İndi çox məşhur məsələlərdən birisi. İkidə bir çıxırlar ki, multikulturalist bir ölkədir, büdcə veriblər. Xüsusən əvvəllər çox fəal idilər və pul para filan da verirlər, maaş filan da verirlər. Dünya göstərmək üçün ki, biz multikulturalist bir ölkəyik. Bir də
Qərb ölkələrin rəğbətini qazanmasıyla. Amma vallahi hər şeydən əvvəl Qərb özü multikulturalizmə ciddi olmayan bir şey kimi var. Bu şansölyenin adı neydi xanımın? Almanya Federativ Respublikası. Merkel. Merkel bir gün çıktı, dedi ki multikulturalizm deyilən bir nağıl var, biz onu dəstəkləmirik. Ama bizimkiler deyirlər ki, yok multikulturalizm. Niye? Ölkənin əsas millətinin ideologiyasına sahip çıkmasın, multikulturalizm deyirsiniz. Bir de burada yine de çok kısa şekilde diyeyim, Azerbaycan'da çok yaygın ve bizim istifade ettiğimiz yeri geldi gelmedi manqurtluk vardı. Manqurtluğun ama mesela ondadır ki dereceleri var. Birinci şüphe, milli değerlere şüphe yaradan manqurtizm var, manqurtçuluk var. Ve bugün bizim xalqın böyük ekseriyyəti birinci elə addan başlayır. Sultan Toğrul'dan başlayır. Vallahi meseleler o kadar çoktu ki Güneyli gedir Səttarxanın qəbrini ziyaret edir, o da bizim millətdir də. Yanında Sultan Toğrul'un deməli məqbərəsi var, değil mi? Qumda da, Reydə da doğrusu. Oraya getirir. Ha təşviq edirsən, deyirsən ki bu Sultan Toğrul bizim tariximizin en büyük o hükümdarlarından birisidir. Hatta Martin Luther'dan biri 300 ya da ne kadar 400 illər. 400 il əvvəl laikliyi, sekülerizmi hayatta tətbiq edən bir böyük bir hökümdar. Gedin bir onu da ziyaret edin, bir de şekil gönderin diye ki bu da bizim bu insanlarımızın şuurunun göstergesidir. Değil. İkinci manqurtluqda ikinci mərhələ laqeydlikdir. Laqeydlik yaradır. Böyük əksəriyyət də bugün milli dəyərlərimizə laqeyddir. Ama onu demedim. Diyeceksiniz ki mesela milli dilden danışıyor. 340 tane mektebi 36% deyəsən derim Putin. Şagirdlərin 36% Rusça olur. Bu ne demek? Laqeydlik değil. Bəs nədir bu? Bundan sonraki mərhələ artıq nifrət mərhələsidir. O Salayev'dir, Malayev'dir nedir? Yadınıza gəlir də bu yaxınlarda çıxış ilə dedi ki Rus dili bizim üçün belə deyildi. Və açıq düşmənçilik səviyyəsində gəlir. Bir de bunun yanında bir meseleni diyeyim çok kısa şekilde. Burada tezi şeklinde yazmışam. Siyasi təzyiq, sosyal problemler arttıkça liberalizm ve İslam'ın yükselmesi de təbiidir. Yani eğer jurnalisti tutup dama basırlarsa, elbette ki azadlık filan meseleler gündemde olacak. Ve en son demek istediğim bir mesele, bu demokratik idarəçiliyi fərdlər yaratır. Hatta partiyalar yaratır. Onu millətlər tutur. Çünkü dedim mi, millət bazisidir. Millət bir birlikdir. Ama fərd birlik değil. Bu millət dövlət nəzəriyyəsinə görə 19. əsr 1848'lerde hatırlayırıq da biz tarix derslerinden filandan o ki o fəhlə hərəkatı filan oldu, vətəndaş müharibələri falan. Ondan bu yana olmadı ve çuvalaşma oldu. Millətle dövlətin çuvalaşması oldu. Ve bugünkü şuarımız biraz da təhrif oldu bu şuar. Millətləşmə, dövlətləşmə, bütünləşmə olmalı. Bütünləşməni də xüsusən də çox təhrif elədilər. Güneylə bütünləşmə dedilər. Ama bütünləşmə millətle dövlətin bütünləşməsi, çulğalaşmasıdır birbirine deməli birbirini tamamlamasıdır. Bence burada artık bir vergül koyayım. Çünkü suallar olabilir, iradlar olabilir, etirazlar olabilir. Əslində qalanda en yaxşı müzakirə elə bax o sual-cavab şeklinde deməli olan müzakirədir. Çok teşekkür ederim Cənab Sədr. Sözümü kesmədiniz, mən də bundan istifadə elədim. Çok sağ olun.